Bu il sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Əsas prioritetlər istehsalın genişləndirilməsi, ixracın artırılması və yaşıl sənaye layihələrinin inkişafıdır. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov məlumat verib. Bildirib ki, ötən il sənaye parkları və məhəllələrində istehsal həcmləri artıb, ixrac coğrafiyası genişlənib və regionlarda iqtisadi aktivlik güclənib. Bu zonalarda yaradılan müəssisələr həm daxili bazarın təmin olunmasına, həm də ixrac potensialının artırılmasına xidmət edir. Hazırda sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident fəaliyyət göstərir. Bu göstəricilər sənaye zonalarının artıq formalaşmış və dayanıqlı sənaye mühitinə çevrildiyini təsdiqləyir. 2025-ci ilin sonuna kimi agentliyin idarə etməsində olan sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyatdan keçib. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat faktiki sərmayə yatırılır. 82 müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri yaradılır. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib və bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilir. Cənubi Qafqazın ən böyük sənaye parkı sayılan Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən rezidentlərin sayı 40-dır. Ötən il onlar 2 milyard 200 milyon manatlıq məhsul istehsal edib ki, bunun da 1 milyard 100 milyon manatlıq hissəsi ixraca yönəlib. İşğaldan azad edilmiş ərazilərdəki Ağdam Sənaye Parkında 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. Bura 146 milyon manata yaxın sərmayə yatırılıb. 1000-ə yaxın isə iş yeri yaradılıb. Təxminən 44 milyona yaxın manat sərmayə qoyulan, 100-ə yaxın iş yeri açılan Cəbrayıl Araz Vadisi Sənaye Parkında isə 19 rezident və 3 qeyri-rezident fəaliyyət göstərir. Mingəçevir, Qaradağ, Pirallağı və Hacıqabul parklarında, həmçinin Neftçala, Sabirabad və Masallı sənaye məhəllələrində istehsal sahələri genişləndirilir. Yeni, Naxçıvan və Qərb sənaye parklarında isə infrastruktur işləri davam etdirilir. Eyni zamanda aqrar sənaye istiqamətində də mühüm nəticələr əldə olunub. Ötən il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə Yevlax pilot aqroparkın açılışı baş tutub. Ümumi ərazisi olan 2807 hektar olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqropark üzrə 35 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınır. Rezidentlər tərəfindən 59,4 milyon manat investisiya yatırılıb, 185 daimi və 593 mövsümi iş yeri yaradılmışdır. Qarşıdakı mərhələdə əsas məqsəd sənaye zonalarını innovasiya və ixrac yönümlü istehsal mərkəzləri kimi inkişaf etdirmək, regionlarda sahibkarlıq imkanlarını genişləndirmək və qeyri-neft iqtisadiyyatında dayanıqlı artımı təmin etməkdir. Çinarə Qambayeva, Vahab İmanzadə, ASTV İqtisadiyyat.